Əgər sizlər də bayram üçün çox gözəl görünüşlü, eyni zamanda dadlı və ləzzətli salat resepti axtarırsınızsa, doğru videodasınız. Videoya keçməmişdən əvvəl hər kəsdən xahişim videoya like atıb abunə olmağı unutmayın. Çünki abunə sayı ilə təəssüf ki, izləyənlər arasında çox böyük bir uyğunsuzluq var. Videolarımın davamını görmək üçün hər kəsdən xahişim səhifəni like edib paylaşaq. İndi isə keçək videomuza. İlk öncə bayram üçün hazırlayacağımız salata kartof, yumurta qaynadıram. Qaynadıb soyutduqdan sonra doğrayıram. 1 stəkan qoz, 2 ədəd kartof və 3 ədəd yumurtadan istifadə etmişəm. Bunları doğradım, əlavə etdim qaba. Toyuq filesini, 200 qram toyuq filesini doğraya da bilərsiniz, didə də bilərsiniz. Maşın varsa sizdə blender maşından da keçirdə bilərsiniz. Bunlara mayonez, duz, istiot qatıb salata forma verirəm. Forma verməkdən ötürü bir qaba salatdan əlavə etdim. Kreker peçenye ilə qıraqlarını bağlayıram. Kreker peçenyədən istifadə edərkən salata səbət formasını verdim. Çox gözəl görünüşlü olur. Üzərinə isə narla bağlayıram. Nar dolusu bir səbətimiz olur. Səbətin qulp hissələrini şüydün çubuqlarından istifadə etmişəm. Çox gözəl görsənir. Siz də bu cür hazırlaya bilərsiniz. Bayram süfrənizə fərqli təqdimat və çox gözəl görüntü qatmaq istəyirsinizsə, bu salat məhz sizin istədiyiniz salatdır. Dadlı və ləzzətli reseptlər üçün səhifəni izləyib takib etməyi unutmayın. Əgər videomu bəyənsəz, like tuşuna basaraq bəyənib dəstək ola bilərsiniz. Sizin üçün adi bir like səhifəm üçün çox böyük dəstək deməkdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.